Yine biz sözümüze sadık kalmışıq. Her həftənin şənbə günü Binəqədi rayon icra hakimiyyətinin bu dırnaq arası gözəl mənzərəsinin qarşısından yayımlarımız davam edir. Biz söz vermişik. Müdafiə Nazirliyinin polkovniki Alışov Bəhruzun bu haqlı mübarizəsi sona çatana kimi, haqqına çatana kimi biz müstəqil internet televiziyası olarak, Seda TV olarak polkovnikimizin, zabitimizin yanındayıq. Deməli, bu artıq 3-cü həftədir. Biz buradan bu məsələ ilə bağlı yayımlar verdik. Ölkənin əksər mətbuat orqanları bu problemi tirajlayıblar. Hərə öz çapında maksimum səviyyədə yayımlayıb və zabitimizə dəstək olublar. İndi maraqlıdır. Görək biz Alışov Bəhruzdan soruşaq ki, bu 3 həftə ərzində nə baş verib, hansı yeniliklər var? Polkovnikin dilindən eşidək. Xoş gördük Bəhruz bəy. Sağ olun Elnur müəllim. Mən hər zamanki kimi yenə də deyirəm, siz bu vətən üçün, bu millət üçün gözəl, dəyərli bir qardaşsınız və cənab Ali Başkomandanın əmrlərinə, göstərişlərinə sadiq bir həm insan kimi, həm də kanal olaraq. Ona görə də mən sizlə bu haqq davasına çıxmışam. Axıra qədər də mən sizlə davam eləyəcəm. Digər kanallar təşəkkürümü bildirirəm. Çox sağ olsunlar. Digər kanallar da bu məsələni işıqlandırmaq üçün əllərindən gələni elədilər. Mən hər birinə təşəkkürümü bildirirəm. Bizim qazilərimiz də çox canfəşanlıq elədilər bu məsələdə. Hər birinə buradan təşəkkürümü bildirirəm. Məsələ dediyim kimi, mən hər dəfə bir mənə haqsızlıq olan orqan haqqında danışacağım. Bu dəfə də polisin mənə qarşı olan haqsızlığına. Bax, mən bunu kimsə yanlış anlamasın. Mən cənab nazirin, Daxili İşlər Nazirinin işinə heç bir şübhəm yoxdur. Yəni mənim həddim üçün deyil onları araşdırım. Sadəcə olaraq mən Binəqədi rayon polis bölməsi və Binəqədi rayon xüsusən 43-cü polis bölməsindən danışacağım. Polis idarəsi və polis bölməsindən danışacağım. Deməli, Elnur müəllim, mən burada hasar çəkəndə Binəqədi rayonun ərazi üzrə polis idarəsi 43-ə baxır bu ərazi. Gəldilər ki, bəs siz burada qanunsuz tikinti aparırsınız. Nə səbəblə gəlmişəm? Dedilər ki, Binəqədi rayon icra hakimiyyətinin göstərişi ilə bizim polis idarəsinə göstəriş verirlər ki, burada. Mən də dedim ki, qanunun tələbinə əməl elədim polisin. Oturdum maşına, getdim polis bölməsinə. 43-cü polis bölməsinə gələn kimi, qardaş, elə bil ki, qatil cinayətkar tutublar. 8 atdılar məni içəri, telefonumu zadıma aldılar. Nə vəkillə əlaqə saxlamağa, nə üzvü təqdim eləmə, heç bir şey. Deyirəm, neynəmişəm ki mən? Biz deyir, özümüz bilərik. Mənə polis deyir ki, özümüz bilərik. Mən də soruşuram ki, mən özüm zabitəm. Baxın, polisin polis olması üçün bizim kimi zabitlərin təlim tərbiyəsindən keçir. Yəni, hərbi xidmət görməmiş polis ola bilməz. Və onlara silahı biz hərbiçilər öyrətmişik tutmağı. Siz bizə qarşı hörmətsizlik eləyə bilməzsiniz. Ay 43-cü polis bölməsində bəzi əməkdaşlar, mən adlarını məhkəməyə vermişəm polislərə, amma bir ildə polisi mən məhkəməyə gətirə bilmirəm. Niyə gəlmirlər, səbəb nədir? Mən bunu hələ də bilmirəm. Hakimə də sual verdim, hətta dedim ki, məcburi qərar çıxart gəlsin ki, məni orada niyə saxlayıb? Ümumiyyətlə, vətəndaşla davranış qaydalarında da. Bununla bağlı Bəhruz bəy, cənab nazirə müraciət eləmişsiniz? Cənab nazirə yox, baş polis idarəsinə müraciət eləmişəm. Cavab nə almışsınız? İş araşdırılacaq, şablon sözlər, şablon cavablar. Mənim cavablar çoxdur məndə. Sadəcə olaraq indi burada şərait yoxdur ki, göstərəm. Binəqədi rayon icra hakimiyyətindən nə xəbər var? Bu proseslərlə bağlı. Binəqədi rayon icra hakimiyyətinin birinci müavini heç bir xəbər yoxdur. Mənə zəngzad olunmayıb. Heç bir halda zəng eləməyiblər ki, gəlsinlər, görək. Bəlkə mən səhv danışıram. Ay bala, sən düzgün eləmirsən. Heç bir şey demirlər. Mən birinci müavinə üzümü tutub deyirəm. Hacı baba müəllim, siz bu məsələlərdə mən adım kimi əminəm ki, sizin dəsti xəttiniz var. Siz Binəqədi rayon polis idarəsinə göstərişi siz vermişsiniz. Ən pis halda odur ki, mən gedirəm Binəqədi rayon polis idarəsində rəhbər şəxslərlə görüşürəm. Deyirəm, siz ora nə üçün gəlmişsiniz? Nə əsasən gəlmişsiniz? Məhkəməyə onu təqdim edin də, nəsə gəlmişsiniz də, siz ola bilməz bura öz başına gələsiniz. Ad çəkməyə qorxurlar. Demək istəmirlər ki, məni bu məktubu əsasən vətəndaş. Özə mən baş polis idarəsinin göstərişi ilə getdim ora.
şikayət elədim, çağırdılar. Mən dedim, sizdən bunu istəyirəm. Mənim əmlakım söküntüsündə sizin nə işiniz var? Sizə bunun aidiyyatı yoxdur. Məhv eləmişsiniz. Mən başqa bir şey demədim. Yəni bu qədər bəhs eləyər. Mən elə başa düşürəm ki, polis orqanları haqqında cənab nazir məsələni öz nəzarətinə götürməyinə şübhəm yoxdur. Buradan müraciət edirəm Daxili İşlər Nazirinə. Cənab nazir, xahiş eləyirəm, məsələyə obyektiv qiymət verilsin. Ola bilər mənim günahım olar. Mən də cəzamı çəkməyə hazıram. Amma mən bilirəm ki, burada mənim günahım yoxdur. Keçirəm icra başçısından. Bu Binəqədi rayon icra hakimiyyəti bu qədər səssiz qalmaqda, susqun qalmaqda səncə səbəb nədir? Niyə bir açıqlama vermirlər? Biz hər dəfə deyirik qarşı tərəf olaraq Binəqədi rayon icra hakimiyyəti, onun mavini, qardaş çıxın, danışın. Siz də bir əsas gətirin də. Bunu niyə tutmursunuz? Nə üçün dağıtmırsınız bu boyda əmlakı? Mən elə başa düşürəm ki, bu oyunlarını alırlar ki, biz eləmişik, səhv eləmişik. Amma cəsarət eləyib bunu efirdə deyə bilmirlər. Bir yazı çıxdı qarşıma ki, Bakı şəhərinin 2040-cı ildə baş planına əsasən. Mən açıqlama verim ictimaiyyətə. Baş planın mənə heç bir aidiyyatı yoxdur. Əgər olsaydı, mən şükür Allah ali təhsilli zabitəm mən qanunlarımızı çox gözəl bilirəm. Qanunları bilməməzlikdə nə isə günahın ola bilər. Amma Binəqədi rayon icra hakimiyyəti qanunları bilə-bilə Konstitusiyanın 29-cu maddəsini mülkiyyət toxunulmazlığımı bilə-bilə icra eləmir. Bax, mənim üçün çətin olan odur. Və mənim üçün çətin olan odur ki, bu mülkdür. Heç bir şey ola, yəni qazanacaq. Biz yenə də qazanarıq, yenə də tikərik. Amma bir zabiti, Binəqədi rayon icra başçısının birinci mavini o qədər küçümsədi ki, o qədər saymamazlıq elədi ki, gətirib bunu bu həddə çatdırdı. Baxın, mən bir araşdırma elədim Hacı Baba Babayevlə bağlı. 2078 doğumludur. 2002-2003-cü illərdə bildiyim qədər hərbi xidmətdə olub. 2003-cü ildə Hacı Baba müəllim, mən leytenant rütbəsində tağım komandiri vəzifəsində idim. Bəlkə də bizim kimi zabitlər sizlərə vətənə sevgini öyrədib. Dövlətə sevgini, sədaqəti öyrədib. Bax, bizim kimi zabitlər. İndi siz həmən o zabitləri, sizə silah tutmağa öyrədən zabitləri heçə sayırsınız. Bax, mənim qanıma toxunan ən çox bax budur. Hələ ki mən bu qədər deyirəm. Əslində bir Müdafiə Nazirliyinin zabiti, polkovnik, leytenant, bir zabit bir aydır bizim gözümüzün qabağında məhsubat olaraq qalıb küçələrdə. Adəti qurumlar dərhal keçməlidir hərəkətə. Xüsusən mən buradan Fuad Ələsgərova müraciət edirəm. Cənab Prezidentin hüquq mühafizə orqanlarından iş şöbəsinin rəhbərinə dərhal məsələ götürülməlidir nəzarəti və bu ölkənin şərəfli zabiti deyə bunun səsinə səs vermək lazımdır. Səs vermək lazımdır və bu zabiti küçələrdən yığmaq lazımdır. Adam deyir ki, mənim əlimdə sənədim var, mən qanunla mübarizə aparıram. Sən də qarşı tərəf olaraq çıx, qanunla adamın cavabını ver. Yenə yalan danışırsan, şər atırsan, böhtan atırsan. Yenə. Çox üzr istəyirək, sözlü kəsirəm. Buyurun. Binəqədi rayonunda məsələn Elçin deyilən bir şəxs var. Kimdən soruşsa deyəcək. Polisə o göstəriş verir. Bax, mənim üçün hətta mən Elçinin şəkilləri Kim burada Elçin? bilinmir kimdir. Yəni baxın. Burada bilmirəm nə işinə baxır, amma polislərə göstəriş verdiyi məndə video yazıları var. Mən onu prokurorluğa təqdim eləmişəm. Prokurorluqda işi aparan şəxslərə mən onu təqdim elədim, video görüntülərini göstərdim, maşının nömrəsini göstərdim, dedim bu kimdir? Məhkəməyə gəldi icranın hüquqşünası. Burada gör nə qədər bir şeylər var. Buna niyə baxmırlar? Gəldi dedi ki, bizim ştatda Elçin adlı bir adam yoxdur. Demədim, bu kimdir? Mən dedim ki, bu kimdir? Deyir, ver onu, ver prokurorluğa araşdırsın. Mən götürdüm, verdim prokurorluğa. Qardaş, bunu çağırın. Deyir, bu bələdiyyənin nə idi? Bələdiyyənin. Deyirəm, bələdiyyə burada nə gəzir? Bələdiyyənin bunun ümumiyyətlə aidiyyatı yoxdur. Yəni, çox belə qarışıq məsələ. Mən xahiş edirəm Fuad müəllimdən. Cinayət işi açılsın. Mən sizdən başqa heç nə istəmirəm. Cinayət işinin açılmasını mən xahiş edirəm sizdən. Ki, bu məsələdə cinayət işi başlansın. Prokurorluğun, mən dəfələrlə oldum, işi götürmüşük, nəzarətə deyib. Bir ildir deyirlər ki, işi nəzarətə götürmüşük. Bir ildə mənə bir dənə Binəqədi rayon prokurorluğuna çağırıb bir izahat almağını alan olmadı. Niyə alan olmadı? Məlumdur. Binəqədi icrası, Binəqədi prokuroru, Binəqədi polisi. Buna görə məni çağıran yoxdur. Əziz dostlar, yayımızı bəyənin, paylaşın, kanalımıza abunə olun, sağ olun, sağlıqla qalın. Sağ olun.